Hörmətli izləyicilər, burada qeyd edilir ki, 17-ci əsrin 40-cı illərində baş vermiş vətəndaş müharibəsinin nəticələri İngiltərədə kral məğlub oldu, bəli, doğrudur. Respublika elan olundu. 40-cı ildə baş vermiş vətəndaş müharibəsinin nəticəsində Tudorlar sülaləsinə hakimiyyətə son qoyuldu. Xeyr, yəni bu dövrə aid deyil. Artıq Tudorlar deyildi, Stuartlar var idi. Yəni 3-ü biz götürməyəcəyik. Hüquqlar haqqında bil 1689-cu ilə aiddir. Yəni 4 də yanlışdır. 4 olan variantlara çıxırıq. İngiltərə parlamenti monarxiyada aid ola bilməz. Deməli, kral məğlub oldu. Tudorlar sülaləsinin vəkillərinin son qoyulduğu hüquqlar haqqında bil İngiltərə parlamenti monarxiya yanlış. Deməli, 1 ilə 2 uyğun cavabımız A variantı olar. Digər bir sualda qeyd edilir ki, AXC-nin ikinci hökumət kabinetinin dövlət quruluşu sahəsində aid olanları müəyyən edin. İkinci hökumət kabinetinin dövlət quruculuğu sahəsinə aid. Azərbaycan parlamentinin yaradılması. Parlament yaradılıb, deməli, haqqında qanun qəbul edilməsi 20 noyabr tarixindədir. Yəni, parlamentin yaradılması haqqında qanun, dövlət quruculuğu deyək ki, bunu sonra üçrəngi dövlət bayrağının dövlət quruculuğu sahəsinə deyir burada. Üçrəngi dövlət bayrağı 9 noyabrını götürə bilərik. Azərbaycan vətəndaşlığı haqqında qanun 1919-cu ildə aid olduğu üçün 3 rəqəmi olan əraziləri götürür. 3 rəqəmi olanı götürmürük. Sonra neft mədəni və zavodlarının sahibkarlara neft mədənləri və zavodlarının sahibkarlara qaytarması nəzərdə tutan qərarın verilməsi oktyabr ayında verilən bir qərar var idi ki, deməli, bu da ikinci hökumət kabinetinə aiddir. Azərbaycan dövlət quruculuğu sahəsində deyir burada. Dövlət quruculuğu sahəsində deyirsə, bunu götürməliyik. Çünki dövlət quruculuğu sahəsində. Türk dilinin dövlət dili elan olunmasına, Azərbaycan dilinin türk dili elan olması. Bu 27 iyun tarixindədir. İkinci hökumət kabinetinə düşür, bəli, götürə bilərik. Azərbaycan vətəndaşlığı haqqında qanunu götürülmədi. Üçrəngi bayrağının qəbul edilməsi 9 noyabr, parlamentin yaradılması 20 noyabr tarixində qərar qəbul olunub. Bu var. Deməli, sahibkarlara qaytarma iqtisadi tədbir, dövlət quruculuğu sahəsində deyirsə, bu iqtisadi tədbirə aid olduğu üçün götürməliyik. Burada parlamentin yaradılması haqqında qanun götürək. 1, 2, 9 noyabr. Deməli, üçrəngi bayrağımız qəbul olunub. 27 iyun tarixində Azərbaycan dilinin dövlət dili elan edilməsi. Azərbaycan türk dilinin dövlət dili elan edilməsini də götürək. Deməli, burada 1, 2, 5 uyğun cavab olacaqdır.